Hər vaxtınız xeyir olsun, dəyərli kanal izləyicilərimiz. Bugün sizlərə şəxsi tikili 10 sot torpaqda tam kupcalı 3 mərtəbəli həyət evini təqdim edirik. Dəyərli izləyicilər, gördüyünüz kimi evimizin xarici görünüşüdür. Evimiz tam kupcalıdır, ipotekaya yararlıdır. Ümumi 10 sot torpaqda tikilib dəyərli izləyicilər. Gördüyünüz kimi burada gözəl bağ bağçası var və həyətində burada yay mətbəxidir, burada manqalnısıdır, orada besetkasıdır və burada da gördüyünüz kimi bağ bağçasıdır. Həqiqətən çox möhtəşəm evdir dəyərli izləyicilər. Əsas prospekt yoluna yaxındır. Evin də qiymətini videomuzun irəliləyin dəqiqələrində sizin nəzərinizə çatdıracağıq. Ən əsas odur, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. Kanalımıza abunə olun ki, dəyərli izləyicilər, hər bir yeni videolardan xəbərdar olasınız. Gördüyünüz kimi gözəl belə bir bağı bağçası var, dekorativ ağacları var, dekorativ güllərdir dəyərli izləyicilər. Həqiqətən çox möhtəşəm bir evdir. Əsl cənnətdir dəyərli izləyicilər. Hər kəs alacaqsa, hər kəsə qismətdir. Allah xeyrin versin. Burada baseynidir gördüyünüz kimi, yayda istirahət etmək üçün və burada yenə əlavə burada da toyuq üçün yer burada nəzərdə tutulub. Gördüyünüz kimi toyuqlar üçün yer nəzərdə tutulub dəyərli izləyicilər. Abdelinin bağıdır və belə bir gözəl bağ bağçası var. Hörmətli izləyicilər, evimizin də qiymətin videomuzun irəliləyin dəqiqələrində sizin nəzərinizə çatdıracağıq. Dəyərli izləyicilər, keçək indi vaxt itirmədən evimizin daxili ilə də sizlər tanış edək. Buyurun, izləyin. Hörmətli izləyicilər, yenə də qarşı tərəfdən də evin xarici görünüşünü sizə təqdim edirəm. Gördüyünüz kimi belə bir gözəl, möhtəşəm xarici görünüşə malikdir. Evimiz tam kupcalıdır. Dəyərli izləyicilər, evimiz 3 mərtəbədən ibarətdir. Gördüyünüz kimi giriş pləkan ağlaydaşla üzrələnib, şəxsi sahibindən satışa çıxıbdır. Dəyərli izləyicilər, qiymətində də endirim oldu və evin də gördüyünüz kimi giriş dəhlizidir. Baxın, belə bir gözəl, geniş dəhlizi var. Döşəmə parketlə döşənibdir. Birinci mərtəbədə burada ilk öncə yataq otağı ilə sizlər tanış edək. Gördüyünüz kimi belə bir yataq otağı burada yerləşir. Qapıları qoz ağacındandır. Burada birinci mərtəbənin hamam otağıdır dəyərli izləyicilər. Gördüyünüz kimi belə bir hamam otağıdır. Və buradan da ikinci mərtəbəyə qalxan pləkandır və hörmətli izləyicilər, buradan da birbaşa aşağı mərtəbəyə, yəni ən aşağı mərtəbə, birinci mərtəbə buradan düşürsən. Pləkan buradan düşür aşağı mərtəbəyə. Burada mətbəxdir. Gördüyünüz kimi belə bir geniş mətbəxi var. Mətbəxin də ölçüsü kifayət qədər genişdir və dəyərli izləyicilər, evin də qiymətini sizin nəzərinizə çatdıraq. Evimiz 275.000 manatdır. Real alıcıya qiymətdə endirim olacaq. Qiyməti endirilib 275.000 manata. Ümumi 10 sot torpaqdadır. Tam kupcalı, şəxsi tikili həyət evidir. Ev isə Masazırda yerləşir dəyərli izləyicilər. Gördüyünüz kimi belə bir geniş qonaq otağıdır. Qapılar hündür qapılardır, qoz ağacından yığılıb və dəyərli izləyicilər, vaxt məhdudiyyəti olduğu üçün aşağı mərtəbəni sizə təqdim edə bilmirəm, üzr istəyirəm. Tam remontlu, şəxsi tikili həyət evidir. Və gördüyünüz kimi də bu da ikinci mərtəbəmizdir. İkinci mərtəbəmizdə də belə bir deməli xoldur. Burada hamam otağıdır. Və burada isə bir yataq otağı burada yerləşir. Bu isə yenə bir böyük, həm qonaq otağı kimi istifadə edə bilərsiniz, həm yataq otağı kimi də istifadə etmək mümkündür. Gördüyünüz kimi belə bir geniş otağın biri də buradadır və nəhayət ki, üçüncü yataq otağımız da buradadır dəyərli izləyicilər. Otaqları geniş və işıqlıdır. Hər bir mərtəbə arası monolit betondur və riger kolonla da tikilmiş evdir. Qiymət 275.000 manatdır. Real alıcı olsa qiymətdə endirim olacaq. İzlədiyiniz üçün təşəkkür edirik.